Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bunun da toxunması çox asandır, özü də çox gözəldir. Yay koftalarına, yay jiletlərinə toxunmaq üçün daha əlverişli bir naxışdır. Bu sapımdakı 100 qramlıq 350 metrəlik sapdır. Rezinka hissəsindən mən belə toxumuşam. Kim istəyir tərs düzlə toxuya bilər. Bunun için indi mən milimin üstünə belə bir mil götürürəm. Milimin üstünə 17 ilmək yığacağım. Qısa formada toxuyacağım onu. İki, üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, bir ilmeği de yığıram kenar ilmek için 18 ilmek. Buradan bir düğüm atıram açılmasın. Artık sapı da buradan kəsirəm. İndi mən burada rezinka toxuyan deyiləm. Bura düz üzüdür. İlməkləri hamısını tərs toxuyacağım. Birinci ilməyi də toxuyuram. Birinci sıra olduğuna görə qalan ilməkləri də hamısını tərs toxuyuram. Kenar ilməyində tərs toxudum. İndi tərs üzdən də bütün ilməkləri hamısını tərs toxuyuram. Birinci ilməyi götürürəm, toxumuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. Bu sıranı da toxudum, qutardım. İndi buradan birinci kenar ilmeği götürürəm, toxumuram. Burada 2 tərs toxuyuram. 2 tərs. Burada bir artırma eləyirəm. Bu 3 ilməni üçünü də bir yerdə çıxardıram. Yenə bir artırma eləyib 2 tərs toxuyuram. Yenə burada bir artırma eləyirəm. Bu 3 ilməkdən bir ilmək çıxardıram. Bir artırma eləyirəm. 2 tərs toxuyuram. Burada artma eksilmə olmur. Yenə bir artırma eləyirəm. 3 ilməni içindən bir ilmək çıxardıb bir artırma eləyib təzədən 2 tərs toxuyuram. Tərs üzdən indi kenarı götürdüm. Bir düz, 1, 2, 3 tərs burada. Kenarda bir düz oldu. Yenə 2 düz, 3 tərs. 2, 3. Yenə 2 düz, 3 tərs. İki tərs. Bu da kenardaki ilmek.
İndi düz üzdən yenə eyni şeyi təkrar eləyirəm. Kənarı götürürəm. Buradan tərsləri toxuyuram. 2 tərs. Yenə bir artırma. Bu 3 ilməkdən yenə bir ilmək çıxardım. Birin artırıb yenə 2 tərs. Burada yenə bir artırma eləyirəm. Bu 3 düz ilməyi üçündən bir ilmək çıxardıram. Birini artırıram, sonra 2 tərsi toxuyuram. Yenə bir artırma. Bu 3 düzü içindən bir ilmək çıxardıram. Birini artırıb bu 2 tərsi toxuyuram. Tərs üzdən yenə tərsləri tərs toxuyuram, düzləri də düz. Tərs üzdən 3 tərs, 2 düz. Yenə 3 tərs, 2 düz. Kənarda tərs toxudum. Axıra qədər eyni formada toxunur. Bir sıra da toxuyum, boyun axış görünsün. Əvvəldən bu 2 tərsi toxudum. Bir artırma, 3 düzdən bir ilmək çıxardıram. Yenə birin artırıb 2 tərsi toxudum. Yenə birini artırıram. Bu 3 düzü 3 ilməyin içindən bir ilmək çıxardım. Bir artırdım. 2 tərs toxudum. Yenə birini artırdım. 3 tərs. 3 ilməkdən birini çıxardım. Bir artırdım. 2 tərs. Tərs üzdən də yenə tərslər tərs, düzlər də düz. Kənarı götürürəm. Bu tərs, 3 düz. 2, 3 düz. Tərs, 3, 2 düz, 3 tərs, tərs üzdən. 2, 3 tərs. 2 düz. Yenə 3 tərs. Formada belə bir naxışa alınır. Formada. Sağ olun. Gələn videomda görüşənə qədər.